Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Hökməli kənd 31 saylı körpələr evi uşaq bağçasında olduq. 110 yerlik bağçada 13 təhsil verən var ki, onlar da körpələrlə çox maraqlı zaman keçirirlər. Hər gün vətənpərvər mövzuda məşğələlər təşkil edirlər. Bağçanın direktoru Lamiyə Bayramova ilə söhbətimizdə o qeyd etdi ki, biz körpələri öz övladlarımız kimi sevib, onlara öz balalarımız kimi qayğı göstəririk. Biz bağça heyəti ilə bərabər çalışırıq ki, vətənə, torpağa layiqli övladlar yetişdirək. Bunun üçün bütün körpələrə ana qayğısı ilə yanaşırıq. Bağça həyatı insan ömrünün bir təməl mərhələsidir. Bu mərhələdən qayğı və sevgi ilə keçərsənsə, həyat yolunda daim uğurlar olar. Çünki sevgi görən hər kəs o sevgini ötürür. Buradakı tərbiyəçilərin dəcəl uşaqlarla belə davranışı o qədər səbirli idi ki, çəkiliş komandamızla heyran qaldıq. Kimisi oynayır, kimisi bizdən gizlənirmiş kimi başını aşağı salırdı. Bu körpələr hər biri bizim gələcəyimizdir. Onları sağlam ruhda yetişdirmək isə müəllimlərin öhdəsinə düşür. Tez-tez təşkil etdikləri tədbirlər, qurduqları oyunlar onların zehnini, davranışını daha da möhkəmləndirir. Məşğələlər tariximizi, filmlərimizi və vətənimizi sevmək mövzusunda qurulur. Bu isə tarixi yaşatmaq deməkdir. Cəmilə Nəsir qızı Kamil Quliyev bugün informasiya proqramı üçün.